Tiroid xəstələrində şikayətlər çox çeşidlidir. Bu xəstəliyin funksional fəallığına bağlı olaraq dəyişə bilir. Daha çox 3 şikayət dedikdə, misal üçün zəhərli zob olan xəstələrdə ən vacib şikayət halsızlıqdır. Bu insanlarda halsızlıq ən vacib olacaq bir şikayət olaraq qarşımıza gəlir. Xəstənin halı, taqəti olmur, əvvəlki iş qabiliyyətində özünü, moralini çox yaxşı tuta bilmir. İkinci vacib şikayət hipotiroid xəstələrdə çox rast gəldiyimiz piylənmə. Yəni artıq çəkisi olan bütün insanlar əslində qalsa tiroid vəzi xəstəlikləri baxımından, hormon yetərsizliyi baxımından mütləq zob dediyimiz orqanın fəaliyyətini yoxlatmalıdırlar. Üçüncü vacib şikayət də görmə şikayətləridir. Bəzən xəstələrdə tiroid xəstəsində görmə problemləri, görmə ətrafında ödemlər və ya zəhərli zoblu xəstələrdə gözün irəliyə çıxması çox vacibdir. Çox önəmli bir şikayətdir. Bundan başqa çox çeşidli də dəyişən tiroid xəstələrində saç tökülməsi, kardiyak şikayətlər, yəni ürək döyünmələri, ürəklə bağlı, ürək sinə nahiyəsində sıxıntılar, boğulmalar da vacib şikayətlərə aiddir. Qadınlarda adət problemləri, sonsuzluq, uşaq sahibi ola bilməmə, dırnaqlarda qırılma, dəridə quruluq da bu qrup şikayətlərə bağlıdır. Xəstəliyin hansı şikayətə olmağı ancaq müayinədən və qalxanvarı bəzən fəaliyyətinin artmağı və ya azalmasına bağlı yaratdığı şikayətləri müəyyən etdikdən sonra bilinə bilir. O baxımdan şikayətlər çox çeşidlidir. Bəzən boğulma şikayəti ilə gələn xəstə heç zob xəstəsi çıxmaya da bilər, adi panik atak da ola bilər. Ona görə xəstəliyə düzgün diaqnoz qoyulduqdan sonra onun şikayətlərini o istiqamətdə müalicəsinə başlamaq lazımdır.